uşaqlar məktəb çantalarını düzgün daşımırlar, məktəbdə düzgün oturmurlar. Bu isə birbaşa onurğa sütununu zədələyir. İlk öncə bundan başlayaq. Məktəbdə uşaqlar necə oturmalı və çantanı necə daşımalıdır? Baxsaq ki, çantada artıq çox sayda kitablar olur və bu çox sayda kitablar artıq onurğanın əyilməyinə səbəb olur. Necə edək? Biz oturarkən parta arxasında belə oturanda müəllimə bizim arxamızdan, yəni belimizdən vurardı kürəyimizdən ki, düz otur. 10 uşaqdan artıq 7-si skalyozdur. Mütləqdir ki, dayaq sistemi olaraq qollardan istifadə edilməlidir. Kitablardan istifadə edərək sumkaları, çantaları boş çanta seçilməməlidir. Məsələn, çanta uşağın belinə mütləqdir ki, yaxın olmalıdır, kürəyinə yaxın olmalıdır, sallaq olmamalıdır. Çünki artıq sallaq olanda onurğa sistemi önə doğru deformasiya olur, kifoz və skalyoz yaranır. Bunlara nəzarət edir. Bir də ki, bacardığımız qədər kiçik yaşlı uşaqlara valideynlər köməklik etsin, məktəbə gedər, onların çantasını daşısınlar. Amma sağ olsunlar, həqiqətən də valideynlərin əllərində çantanı görürəm. Yəni hər dəfə işə gələndə görürəm ki, uşaqlar yox, valideynlər çantanı daşıyır.